When you were here before, couldn't look you in the eye. You're just like an angel. Your skin makes me cry. You float like a feather Bak bu da Aysel Teymurzadə. in a beautiful world. I wish I was special. You're so very special. And I'm a queen. I'm a widow. What the hell I'm doing here? I don't belong here. Don't care if it hurts. I wanna have control. I want a perfect body. And I want a perfect soul. I want you to notice when I'm not around. You're so very special. I wish I was special. Aysel Teymurzadə Eurovision'da. But I'm a creep. I'm a widow. What the hell I'm doing here? I don't belong here. Run, run, please, running out the door. He's running now. He run, run, run. Detektivler, necədir ilan? Möhtəşəm. Faiq Ağayev, sizinlə başlayaq. Necə qarşıladınız ifa, necə idi ilanımız? Bilirsiniz, mən incəsənət xadimiyəm və indiyənə kimi nağıllara inanıram. Mən indi uşaqlığımda arzusunda olduğum nağılı elə bil görürəm. Yeni il olanda, Novruz bayramı olanda, hansısa belə teatrlaşmış tamaşalara bizə aparırdılar. Və elə bil o uşaq vaxtı nəyi görmək istəyirdim, ancaq indi görürəm. Bax, burada Maskanın səhnəsində. İlan belə elə bil doğrudan ofsunladı bizi. Deyirlər ilanın gözünə baxmaq olmaz. İnsan hipnozlanır sanki. Bizi oxumaqla, bu nömrə ilə, bu gözəl səhnə quruluşu ilə ofsunladı ilan və çox xoşuma gəldi. Çox. Nigar, ilandan qorxursunuz? Yox, qorxmuram. Əslində əlimdə də tutmuşam. Həm də Fort Bayardda bəli biz ilanlarla çox olmuşuq. Bəlkə su ilanı idi, yoxsa? Su ilanı da olmuş, onlardan qorxdum əslində. Hə. Amma deyə bilərəm ki, mənim üçün ümumiyyətlə bütün ilanlardan ən qəşəng ilan kobradır əslində. Və bəli. Güzel, güzel. Və ən sevdiyim rənglərdən biri də qızıl rəngidir. Həm də kobra çox belə bir, necə deyirlər, sehirli bir dünyaya aparıb, mistik belə dünyaya apardı. Və o qədər ad gəldi ki, biz indi bilmirik, hamımız belə qaldıq. Nə gözəl. Coşqun bəy, necə təsir göstərdi sizə ilanın çıxışı, giyimi, qızılı rənglərdən görürsünüz? Bahalı ilandı ya, fikir olur. Bəli, bəli, çox bahalı. Üstündə bala ilanlar da var, fikir verirsiniz, balaca ilanlar da var. Ağa, bilmirəm bu ilan Kürdəmir ilanıdır, Ucar ilanıdır, ya Emişlidən gəlib. Lənkəran. Yox, orada çox olur, amma ilandan qorxmaq lazım deyil. İlanla işin olmasa, o da səni sancmaz,
Səni dişləməz. O ki qaldı şousuna möhtəşəm ilan. Sən bizi doğrudan da nağıllara qərq elədin. Sən doğrudan da bir valeh elədin. Çox sihirli bir aləmə apardın bizi. Kamilə xanım, sizi də dinləyək. Ağa, Aycan. əslində dostlarım, həmkarlarım, əzizlərim, detektivlər hər biri o qədər ürəyimdən gələn sözləri söylədilər ki, ümumiyyətlə mən hər dəfə bunu qeyd edirəm ki, düzdür, birinci dəfə onu Faiq söylədi ilk şoudakı, sanki 2 il keçməyib üzərindən. Sanki bir həftə bizə fasilə verdilər və ondan sonra biz toplaşdıq. O səmimiyyət ki, var aramızda hər birimizin, istər tamaşaçılar olsun, istər kadr arxasında, istər qarşımızda baş verən bütün bu ecazkar hadisələr, deyilən sözlərin hər biri məftun olduq, vurulduq, bizi uzaqlara apardı, bizi gözləri ilə, nə bilim, ofsunladı, nağıllar da yaşadıq, əfsanələr dövrünə də getdik, o güzgülər, İlanın özü, çox gözəlsən əzizimiz İlan, amma yenə də bizi bir müşkülə salmağı bacardınız. Həmişə olduğu kimi, əziz maska heyəti, yenə də bizi müşkülə salmağı bacardınız. Və Murad Arif çıxışı xüsusi olaraq diqqətlə izləyirdiniz. Maraqlıdır sizin fikirlərinizi və kostyumun ümumiyyətlə obrazı necə qarşıladınız? Ağa, ondan başlamaq istərdim ki, heyvanlar aləmində şəxsən mənə ən belə cazibədar görünən bir canlıdır ilanlar. Hətta Mən həmişə bunu hiss eləyirdim. Birazdan Həmişə. ilanları yemləmək vaxtıdır. Bir də, ağa, mən bir şey deyim. Özdə siz Radiohead qrupunun ən məşhur mahnısını seçmişsiniz. Və mən hiss edirəm ki, bu ilan üçün ənənəvi musiqi tərzi deyil, musiqi rəngi deyil. Çünki əlləri ilə göstərdikləri Radioheadlə uyğun gəlmirdi. Hoppa, Amma gör nəyə diqqət ilan edin. elə Murad bir, Arif. amma ilan elə bir artistdir. İlan elə bir artistdir ki, ən azı səsi ilə bu tərzi daşıya bildi. Ona görə də köhnə qaraşçı olaraq təşəkkürümü bildirirəm. Əziz və çox gözəl ilan. Murad, və sizcə kimdir? Gəlin artıq keçək adlara. Bu ilan nə İmişlidəndir, nə Zərdabdandır, Aha. nə Biləsuvardandır. Bu ilan Sumqayıtdandır. Torpaq çəkir, torpaq. Kimdir ki? Bu mənim, bu mənim, bu mənim, yanımda qalmaz. Demək istəyirəm ki, bu... Hərçənd mən onu ingiliscəsini eşitməmişəm, amma o qədər istedadlı bir insandır ki, istəsə onu da oxuyar. Mətanət Əliverdiyeva. Maraqlı. Nigar, siz dediniz ki, məndə də artıq bir neçə ad var. Kim var orada? Bir neçə ad var. Yenə də mən qayıdıram Eurovision müğənnilərə. Bizim Eurovisionda təmsil edənlərə. Deməli, mən düşünürəm, ya Ayzıldır, ya da Səmra da ola bilər. Səmra üçün yox. Düşünürsünüz? Bədən olaraq Səmraya oxşamır. Yox, bədən olaraq biraz çox arıqdır Səmra. Mən düşünürəm, ilan bizdə biraz topuş olmasa da, biraz belə də. Yəni, Ətli canlıdır. ətli canlıdır. Maraqlıdır fikriniz. Faiq bəy, siz nə düşünürsünüz? Mən ingilis dili bilgisinə görə və səsin müəyyən rənglərinə görə nədənsə Elnarə Xəlilovanı düşündüm. Maraqlı versiyadır. Coşqun bəy? Sadalanan təxminlərin içində Aysel Teymuzarda da var idi. Mən Vücud olaraq uyğun vücud olaraq Sevda Ələkbərzadə də ola Yo, bilər. yo, yo, amma vücud olaraq bənzəmir. Daha Şölə də ola bilər, şölə. 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 Maraqlıdır. Şölə Səfər Əliyevadır. Amma mətanət Hörmətli çox vücudşünaslar, Nərmin Kərimbəyovanı görürsünüz, yoxsa yox? görürük. Nərmin Kərimbəyeva da var. Aha. Kamilə xanım, bəs sizcə kimdir? Ola bilsin ki, bu maskanın arxasında Gülüstan Əliyevadır. Ola bilər. Detektivlərimizə kömək eləmək lazımdır. Kömək eləyək, dostlar. İlan özü haqqında iki məlumat verəcək. Biri doğru, biri yanlışdır. Təbii ki, siz hansının doğru, hansının yanlış olduğunu alqışlarınızla bildirəcəksiniz. Detektivlər ondan sonra müzakirəyə başlayacaqlar. İlan, özün haqqında iki məlumat ver. Birinci məlumat, buyur. Kəndimizə asfalt çəkdirmişəm.
Kəndimizə asfalt çəkdirmişəm ilan dedi. Və ikinci məlumat. Soyadımı çox adam bilmir. Soyadımı çox adam bilmir dedi. Birinci dedi ki, kəndimizə asfalt çəkdirmişəm. Sonra dedi ki, soyadımı çox adam bilmir. Soyadımı çox adam bilmir məlumatını daha doğru hesab edir auditoriya. Nigar, buyurun. Asfalt geçir. Bu icra başçısıdır. Yani şimdi Bəlkə deputatdır. olabilir. Bəlkə də hər şey ola bilər. Niyə də Nə yox? bilim. Niyə də yox? Ola bilər ki, hansısa Eğer yol Milli çekipse Məclis- ben inanmıram. Milli Məclis inanmıram. deputatı da. Amma ağa, Bəli. belə burada elə bil İlhamə Quliyeva əsintisi keçdi. Geyim, duruş. Allah ona qəni rəhmət eləsin. Elə bil qarşımda İlhamə xanımın obrazıdır. Bax o Həm də tac, o gözəl paltar, o əlində olan Hem de geçen sancırdı. Ha, yol Bəlkə çekende. onun adaşı elə İlhamə Qasımovadır. Olabilir. maraqlı Yol versiya. çəkdirib, kəndlərinə yol çəkdirib. Yox, İlham. Yox. Kəndlərinə kim yol Çox çəkdirib? təəssüf ki, İlhamə kimi Soyadını möhtəşəm istedad o imkana malik deyil ki, kəndə yol çəksin. Aha. Və bilirik ki, hamımız da onun soyadını yaxşı bilirik ki, o Bəli, soyadını çünki Qasımova. bilirik. Qasımova. Doğrudan bəlkə kimsə ancaq adından çıxış eləyən Soyaddan müğənnilərimizdəndir. istifadə eləmək. Misal üçün deyirəm, həmən Ayzıl. Mən bilmirəm Ayzılın. Məmmədova. Hə, ola bilər. Ve Soyadını. his. Razıyam. His. His Röyadır, amma onda Hə. soyadını bilmirəm. Bilmirik, bilmirik. Mən də Və bilmirəm. mən deyirəm ki, kimsə adla çıxış eləyəndir. Sonra Nigarın rəfiqəsi Nəfəs. Nigar. Nəfəsin soyadını bilmirik. Nigar, bayaq bir Nəvəsinin heç öz bəlkə adını millət bilmirik. vəkilidir. Hansı millət vəkilinə oxşuyur bax bu ilan? Vekil. Hə? Var belə bir millət vəkili ki, ağlınıza keçir ki, Ada bu Deputat. müğənniləri doğru düzgün tanımır. Deputat. Nədən tanısın? ya mən ümumiyyətlə sizdən soruşuram. Faiq bəy məsələn, kim ağlınıza gəlir? Bizim xanım millət vəkillərimiz o qədər mülayim, o qədər gözəl insanlardır Peki ki, kişilerden kimse? Aha. ona görə heç kim ağlıma gəlmir ki, Ay, mən- ilan obrazında mən- olsun. Hamımızdan üzr istəyirəm. Millət vəkillərinin fəaliyyətini görürük ki, tanıyaq da. Yox, mən xanımlardan danışırıqsa, bax, mən səndən tam razıyam, amma əgər irad bildiririksə, yaxşısını da demək lazımdır. Misal üçün, xanımlardan Bahar Muradovadır, fəaliyyəti Bəli. göz qabağındadır. Nigar Arpadarayıdır, fəaliyyəti göz qabağındadır. Yəni, elələri də var. Doğrudur. Elələri də var. Amma bu millət vəkili deyil də. Bu Aha, kimdir bəs? Kim? Müğənnidir. Baxın, məlumat da verdi. Asfalt çəkdirmişəm dedi. Müğənnidir. Və yaxud da ki, ikinci soyadını məlumat, bilmədiyimiz, soyad. mən onun üstündə dayanmaq istəyirəm. Mənə də elə Elza gəlir. Seyidcahan var. Onun familiyası, soyadı, Seyidcahan onun anasının adıdır. bəs soyadı nədir? Bilmirəm. Doğrudan. Hansısa aparıcı var, hansı ki doğrudan soyadını bilmirik. bilmirik biz. Maraqlı. Böyle bir aparıcı var, kimin soyadını bilmirik biz. Yox, hamısının soyadını bilirik. Çok təəssüf ki. Mən bir şey deyim. Misal üçün kəndinə yol çəkdirə bilən Fərqanə Qasımova da ola bilər. Yəni Fərqanə Qasımova da kəndə yol çəkməsə, kim çəkəsidir ki? Yəni çəksəydi hər halda yazılardı, bilərdi də. Yoxsa necə? Amma başqa O da tərəfində maraqlı, hə. gəlin fikirləşək. Mən düşünmürəm ki, Fərqanə bax bu belə təmizlikdə ingiliscə danışsın. Mən Elza Seyidcahanı ingiliscə eşitmişəm və hal-hazırda dinlədiyimiz ingiliscə nə Fərqanə xanımın ingiliscəsidir, nə də Elza stop. xanımın. Nüşabə Ələsgərli ola bilməz. O ingiliscə oxuyur özdə. Ola bilər. Hə? Amma o da biraz elə bil Nüşabə Ələsgərli ola bilər. Məncə. Ola bilər. Kimdirsə çox arıq qız deyil ha. Kimdirsə nə, Nigar? Arıq deyil. Arıq deyil. Arıq deyil. Amma maska sizi aldada bilər. O, Üzərlərində də ilanlar var, görürsünüz bax. Belə. Yok, qolları Ağa, çox- əl uzunluq eləyirsən. o Hey, cənabı. babanı deyəcəkdim, Allah sənə can sağlığı Bundan qabaq versin. bizdə Ağa burada bəlkə bizə nəsə işarə eləməyə çalışır. Ola bilər. bundan elə bir qabaq şey. burada vəzir də, düz deyirəm. Hə, vəzir olmuşdu. Onun qolları çox nazik belə görünürdü ki, kimsə çox arıqdır. Arıqdır, hə. Amma burada Burada no, no, görünür no, ki, no, no, no. bizim kimi özünü pəhrizlə Mənim kimi pəhrizlə məşəqqətli oturmuyor. həyata Yeyib içən ilandır. hə, məşəqqətli həyata məruz qoyan deyil. Onda elə xalis pitondur da.
Udub kimisə gəlib. Sonra Kəmalə Qaramolla var, bizim gənc istedadlı ifaçımız. Ay 70 il oxuyursa ona gənc deyirsən. 70 ildə oxuyur o qızı. Faiq Ağayev deyir 70 ildə oxuyur. Faiq bəy, üzrlüsən, mən sizin müasir deyiləm, yaş etibarilə. Mən sonuncu 30 ilinə təsadüf eləmişəm. Yox, doğrudan o da 70 də olmasa mən biraz belə qabarıq dedim, amma çoxdan oxuyur. Niyə gənc ifaçı olsun? Ya, yəni son illər parlayır da, düzdür, çoxdan. Amma aparıcı məsələsinə bir də üstünə deyir. Demişdi ki, çoxları deyir ki, mən göylə gedirəm, amma mən sürünmək Hə, fikir verin. daha xoşdur. Daha xoşdur. Bir dəqiqə. Aparıcı. Hə. Könül sənsən bu. Yenə bacısını Niyə ondan görürük. sonra sürümə məsələsindən sonra? Gözdə cavab Könül. verəcək. hə. Təsəvvür edirsən mikrofon götür. Hə, qaqaş Allahım. mənə. Bir dəqiqə. Birincisi mən bilirəm ki, Könül bu musiqidən çox yaxşı xəbərdardır. Bunu mən bilirəm qardaşı kimi. Baxmayın, bir mahnının tarixçəsində milli şedevrlər araşdırır. Amma Radiohead nədir, nə mənədir, onu Könül yaxşı bilir. Sonra Könülün soyadını bilmirsiniz, əziz dostlar. Aparıcı kimi o Könül Arif qızıdır. Amma soyadı nədir? Şükürova sənin kimi. Siz bilirsiniz də, doğmamız Sən kimi. Şükürovsan axı. Mən şükürəm. Şükür sənə. Şükür. Hər əslində. verdigarə şükür göndərdin. Ay Allah, Könül bu sənsən, Könül. Yaxşı. Onda ilan nə əlaqə? Sən əqrəb bürcüydün. Bu ilan qiyafəsi nə? Day Könül. Qohumdur da ilanla Əqrəb. əqrəb. Eyni yerlərdə dolaşır. Hə. Sancmaq məsələsi Sancmaqla. var. Ay Allah, ölərəm mən. Nəysə çox uzun çəkdi bizim Demək, ofsunlayır, müzakirəmiz. ecazkardır, müşahidə etməyi sevir, saatlarca danışır. Qorxanlar çoxdur. Bilirəm, Könül xarakteri var. Deyir, məni Könül- qorxanlar məni sevənlərdən daha çoxdur. Və ona görə mən bayaqlar fikirləşdim ki, televiziya aparıcısı ola bilər ki, özdə mağazin televiziya verilişinin aparıcısı ola bilər. Afaq Gəncəli. Afaq Gəncəli ola bilər. Deyil. Amma Afaq deyil. Amma olmadı. Yaxşı. Son olaraq istərdim ki, hərəniz bir təxmininizi söyləyəsiniz. Sizdən başlayaq Coşqun bəy. Son təxmininiz. Elza Seyidcahan. Kamilə Babayeva. Heç bir ipucu ilə əlaqəsi yoxdur. Qoy detektivlər mənə belə yeməsinlər. Roza Zərgərli. Rozi Zərgərli. Faiq Ağayev. Son təxmin. Öyle yeganə təxmində əslində Elnarə Xəlilova deyirəm. Nigar Camal. Samirə Əfəndi. Murad Arif. Mən dəli olmağa doğru gedirəm, açıq danışım. Könül Arif qızı. Yəni dəli ola bilərəm də hətta. Gəlin onda ilanımızı yormayaq, onu yola salırıq. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? İlan maskası arxasında kimdir?